Salam, əziz və dəyərli valideynlər və şagirdlər. Bugün sizinlə lisey və gimnaziyaların sonuncu sınavıdır. Onun izahını verəcəm. Deməli, birinci sualımıza baxaq. Homonim sözü müəyyən edin, deyirlər sualımızda. Deməli, birinci sualımızın cavabı tardır. Çünki uşaqlar tar iki mənada istifadə edə bilirik. Bilirik ki, homonimlər yazılışları və deyilişləri eyni. Lakin mənalarına görə, yəni leksik mənalarına görə tamamilə bir-birlərindən fərqli olmalıdırlar və həqqi mənada olmalıdırlar. Vurğusuna görə, uzanmasına görə də bir-birindən fərqlənməli deyirlər. Deməli, burada cavabımız B variantıdır. Gəlin, tar sözünü homonim kimi istifadə edək, görək neçə mənası var. Bizə məlum olan hal-hazırda iki mənasını sizə bildirirəm. Bir, simli alət kimi istifadə olunan tar, bir də toyuqların çıxıb üstündə yatdığı taxtaya tar adı verilir. Keçirik ikinci sualımıza. İkinci sualımızda hansı sözün deyiliş və yazılışı arasında daha çox fərq var? Burada da cavabımız C variantıdır. Çünki dinməzlik sözünü dinməzdiş deyə tələffüz edilir. Yəni n, m-ya çevrilir, l, d-ya çevrilir, k hərfi isə sondakı iş səsinə çevrilir. Dinməzdiş. 3 dənə fərqli məqam var. Keçirik üçüncü sualımıza. Xəbərlik şəkilçili sifəti müəyyən edirik. Deməli, sifəti müəyyən edirik dedikdə bizə lazımdır sifət. Ona görə acı, acımız, bizim acımız. Bax, burada C variantında nəsbət şəkilçisi qəbul edibdir. Bizim acımız. A variantında onun qırmızısı, burada da nəsbət qəbul edib. Biz B ilə D arasında qala bilirik. Hər ikisində xəbərli şəkilçisi qəbul edib. Sadəcə bizdən sifəti soruşduğu üçün biz B variantını seçirik. Biz nikbinik. Nikbin sifətdir də. Xəbərli şəkilçisi qəbul edib. Biz nikbinik. Və o uşaqdır nə üçün götürülür? Çünki uşaq sözü isimdir. Ona görə. 4-də isə cavabımız B variantıdır. Oxusanız bizə şərt şəklini soruşur. Deməli, D variantında uşaqlar bilirsə, orada xəbər şəklindədir. Bilirsə, bilmirsə, indiki zaman şəkilçisi qəbul edibdir, xəbər şəklidir, fe'lin indiki zamanda istifadə olunur. B variantında oradakı sağ şərt şəklində. Ona görə B variantını götürürük. A variantı deyil, orada ası var. B variantı da deyil, qoruyasınız, orada da şərt şəkli deyil. Çünki ası şəkilçisi var orada. Bizə şərt şəkli üçün sağa səyə lazım idi. Keçirik 5-ə. 5-də cavabımız C variantıdır. Bizdən yenə sifətlər soruşur. Ecazkar necə? Görürsünüz necə sualına cavab verir. Deməli, biz variantları silərək də tapa bilərik. A variantında birdə elə bil B. Birdə sənətkar sözünü silirik. Sənətkar və bəstəkar sözlərini silirik. Yəni A gedir, B gedir, D gedir. Sənətkarla bəstəkar silərkən qalır C variantı. 2 ilə 3 cavabımız C variantıdır. Xilaskar uşaq, ecazkar, mahnı. Hər ikisinin sifətdir burada. Sonra 6-ya baxırıq, hansı mürəkkəb sözün yazılışında səhv var. Uşaqlar, ba bitişdiricisi ilə olduqda bitişik yazılmalıdır. Ona görə burada C variantıdır. Digərlər doğrudur. Leksik şəkilçi deyir daha çoxdur 7-də. Burada A variantında bir leksik şəkilçimiz var. Ən çox leksik şəkilçi olan burada D variantıdır. Fəal sözün köküdür. Fəaliyyət, fəaliyyətsiz, fəaliyyətsizlik. 3 dənə leksik şəkilçimiz var. C variantında qoru, qoruq, qoruqdakı 2. Çırpıntılar sözündə çırp, çırpıntılar artıq burada qrammatik şəkilçi olduğu üçün, yəni onu leksikdən saymırıq. Ona görə də D variantı.